Həndəsə günü 3-də belə bir suala baxırıq. ABC bərabər tərəflidir. BD ilə CF-nin bərabərliyi verilib, 28 dərəcə verilib, alfa bucağı soruşulur. BD-nin uzunluğuna A deyək. O zaman CF də ona bərabər olar. CD-nin uzunluğu da B olsun. O zaman bu üç bucağın bütün tərəfləri A üstəgəl B-yə bərabər olar. Yəni AB də AC-də A üstəgəl B-yə bərabərdir. Bunu həll etmək üçün BC düz xəttin A qədər uzadaq. Bura bir K nöqtəsi olsun və CK-nın uzunluğu A olsun. K ilə F-i birləşdirək. ABC bərabər tərəfli olduğuna görə bu bucaq 60 dərəcəyə bərabər olacaq. 60-dırsa 60 dərəcə olacaq. Bir bucağı 60 dərəcədir və yan tərəflər bərabərdir. O zaman digər bucaqlar da 60 dərəcə olacaq. Yəni bu bucaqlara da 60, 60 deyək. O zaman bu bərabər tərəfli üç bucaq olur. Əgər bir tərəf A-ya bərabərdirsə, digər iki tərəfi də A-ya bərabər olur. Burada bir A deyək. ABC bərabər tərəflidirsə, o zaman ABD bucağı da 60 dərəcəyə bərabərdir. İndi ABD üç bucağına və üç bucaq DKF-ə fikir verin. ABD-nin tərəfləri A üstəgəl B, A, aralarındakı bucaq 60 dərəcə. Digər üç bucaqda da tərəflər A və A üstəgəl B, aradakı bucaq 60 dərəcə. Deməli bunlar TBT əlamətinə görə konqruentdirlər. Yəni üç bucaq ABD konqruentdir üç bucaq DKF-ə. O zaman AD-nin uzunluğu DF-ə bərabər olar. AD bərabər DF. Yəni bunlar bir-birinə bərabərdir. O zaman fikir versək, ADF üç bucağımız bərabər yanlı üç bucaq olar. Bərabər yanlı üç bucağın oturacağına bitişik bucaqlardan biri 28 dərəcə olduğuna görə digər də 28 dərəcə olacaq. Bütöv bucaq 60 dərəcə olduğundan alfa üstəgəl 28 bərabər 60 dərəcə olar. Buradan da alfamız 32 dərəcə əldə olunar.